Şeytan isə onları aldadıb olduqları yerdən çıxartdı. Biz dedik, bir-birinizə düşman olaraq aşağı inin. Yerdə sizin üçün müəyyən vaxtadək məskən və gün güzaran vardır. Adəm Rəbbindən kəlmələr öyrəndi. O da onun tövbəsini qəbul etdi. Doğrudan da o tövbələri qəbul edəndir, rəhimlidir. Biz dedik, hamınız oradan enin. Mənim tərəfimdən sizə doğru yol göstərən rəhbər gəldikdən sonra, mənim yol göstərənimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Kafir olub ayələrimizi yalan sayanlar isə od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. Ey İsrail oğulları, sizə bağışladığım neymətimi yadınıza salın və mənə verdiyiniz əhdə sadiq olun ki, mən də sizə verdiyim əhdi yerinə yetirim. Təkcə məndən qorxun.